Bismillahirrahmanirrahim. Mehriban ve bağışlayan Allah'ın adıyla ve yadıyla. Siz aziz, değerli, hürmetli, bizim bu irfan klaslarına gelen insanlara, aziz hanımlara, dəndəki ağalardan təşrif gətiriblər. Mən salam ərz edirəm. Allah'tan sizə sağlıq arzulayıram. Biz bu cələsədə birincisi bir qəzəllə İmaduddin Nəsimidən başlayacağıq. İkincisi Türk müsəlmanların milli irfanının qaynaqlarından sizə bilgilər təqdim edəcəyik. Eyni o keçmiş hissələr kimi. Üçüncüsü Məsnəvidən birinci dəftərdən neçə beytləri şərh edib qabağa gedəcəyik. Dördüncüsü də Təbriz ilə bağlı, Təbriz məktəbi ilə bağlı Şəms divanından bir qəzəli oxuyub, şərh edib klasımızı qutaracaq. Sonunda sizin də sualınız, cavabınız olsa, onları da neyəcəyik? Qulaq asıb eşidəcək. Əzizlər, bu qəzəli ki, biz istirik onunla klasımızı təbərrüşləndirək. Bu qəzəl İmaduddin Nəsimidəndir. Həmən ki, irfanın bir həq şəhidlərindən, yəni Türk müsəlmanların milli irfanının bir şəhidlərindən İmaduddin Nəsimidəndir bu qəzəl. Bu qəzəl yadınızda olsa, biz sizə buna oxşarını oxumuşduq ki, deyirdik ki, o iki kələmə vardı içində, dilərsən, etməcil. Dilərsən, yəni istərsən, etməcil, yəni eləməcinən də, bu işi görməcinən. Bu da elə o qəzəlin eyni tayidi ona oxşardı. Deyir ki, bu qəzəl çox səmimi qəzəldir. Yəni Nəsimi bununla elə bir Allahla danışır, o məbudu ilə, haqq ilə danışır. Müntə o məbudu eyni o şaman düşüncəsizcə ki, necə biz açıqlamışdıq ki, o şaman düşüncəsində də çalışırdı ki, bu təbiəti yaradanı özünə oxşar bilsin. Yəni, desin ki, elə Allah da mənə oxşuyur, onun da elə gözü var, qaşı var, başı var, eyni bizim kimin. Diyor, o düşüncədən qaynaqlanaraq, bu qəzəli neyniyir, ondan neyniyir, ona təqdim edir də demək olar. Yəni, o məhbubu ilə, tanrısı ilə belə danışır. Deyir ki, zülfünü əmbərfişan etmək dilərsən, etməcil. Qarət din, qəsd can etmək dilərsən, etməcil. Bürgəyi, bürgə həman o başörtüyü də demək olar. Bürgəyi tərh eyləmişsən, yəni atmışsan, yəni başından örtübsən, tamamı vücudunla bu aləmdə zuhur eləyibsən, özünü görsədirsən, hər yana gedirib sənin izi görür. Bürgəyi tərh eyləmişsən, ey qəmər, özündən uş, fitnəyə axir zaman etmək dilərsən, etməcil. Axir zamanı bugünkü dərslərimizdə, Məsnəvidə də görəcək ki, Mövlana da gətiribdir. Adca açıqlayacaq ki, axir zaman nə düşüncəsidir. Elə dillərdə yayılır, deyirlər ki, axir zaman gəldi, axir zamanın fitnəsidir filandır. Bu nə demək? Xəttu xalin məntiqü teyridir, əhli vəhdətin, quş dilinsən, tərcüman etmək dilərsən, etməcil. Çün ənəl həqdən götürdü surətin mahi niqab, sən həqqi ne üçün nəhan etmək dilərsən,
etməcil. Kirpicindən can şikar oxları düzmüşsən məyər, qaşların yayın kəman etmək dilərsən, etməcil. Badə vermişsən, pərişan zülfünü sən dağıdıb, canları bixanıman etmək dilərsən, etməcil. Ey Nəsimi, haqdan istərsən götürmək pərdəyi, bütpərəsti büyücüman etmək dilərsən, etməcil. O haqdan deyirsən, istəyirsən ki, pərdəni götürəsən, sən istəyirsən ki, Tanrını çəkəsən xalqın içinə, onu tanıtdırarsan. Bu işi görməcəklə. Çoxlarının buna zərfiyyəti, qabiliyyəti yoxdur, Nəsimi deyir. Xoş, bu bir hissə. İkinci hissədə biz gəlirik. Əzizlər, biz sözlərimizi düz seçməliyik, kələmələrimizi düz götürməliyik. Axı, kələmələrin çox önəmi vardır bu aləmdə. Mevlana deyir ki, nöktəha çون تیغ پولاد است تیز چون نداری تو سپر واپس گریز پیش این الماس بی اسپر میا کز دریدن تیغ را نبود şərm حیا. Deyir ki, sözlər, Mevlana deyir, kələmələr eyni bir dənə yırtıcı qılış kimindilər. Sən bunlara sadəliklə yaxınlaşmayasın. Bunlar adamı yırtar, bunlar adamı dağıdar. Kələmələri düz seçməlisən. Necə seçməlisən? Ona görə bizim bütün söhbətlərimizdə ki, biz milli fəlsəfədən danışmışıq, milli hikmətdən danışmışıq, milli irfandan danışırıq və milli İslamdan gələcəkdə danışacağıq. Budur ki, biz öz kələmələrimizi seçməliyik. Yəni, özümüzün varlığımız, öz sözlərimizi seçməliyik. Özgə sözlərlə bizim nə alış-verişimiz olmalıdır? O əsasda ən birincisi budur ki, biz özümüzə bir dənə ad qoymalıyıq. Axı, bizim gəlib bir adımız ola da. Necə gətirirlər tərəfə çeşitli adlar qoyurlar. Biz özümüz öz adımızı seçməliyik. Deyək ki, bizim adımız budur. Görürsən ki, tarix boyu bizə fərqli adlar qoyurlar. Məsələn, gəhdən bizə Azəri deyirlər, Azərbaycanlı deyirlər. Amma bunlar hamısı yanlış sözlərdirlər, yəni xəta sözlərdirlər. Ən birincisi budur ki, biz deməliyik ki, bizlər türküq. Bu bizim ən birinci hoviyyətimiz və kimliyimizdir də. Biz bir dənə türküq. Bu türk olmaq, yəni bir dənə ağır, bir dənə zəngin bir coğrafiyada sahib olmaqdır. Bu coğrafiya Çindən başlayır, Korənin, Japonun aşağılarından başlayır, gəlir Moğol tərəflərindən, Altaydan, Sibiridən, gəlir bu birisi tərəfdən Balkana kimi, o tərəfdən Afrikanın baş tərəfinə kimi, Avropaya kimi. Yəni, istəyirəm bunu sizə deyəm ki, Xəzərin altı, üstü, bunlar Ağdəniz, Qərədəniz, bunlar hamısı Türkün illər boyu nəmunəsi coğrafiyası olubdur. Amma burada bizim qarşımızda bir dənə çox xətərli bir dənə düşmən var. O xətərli düşmənin adını biz düşüncəmizdə şubiyyə axımı qoymuşuq. Şubiyyə axımı həm oliqarşiya Yəhudidən, həm Məsihi Masonidən qaynaqlanır, Qərb dünyasından qaynaqlanır, İslam aləminə gəlir. Nəyə? Bunları parçalamaq üçün. İslamı parçalamaqda gəlir tühləri görür. Çünki tühlər İslamın ən sadiq daşıyanları olublar. Ən sadiq mübəlliğləri olublar. Ən sadiq bunların iman gətirənləri olublar. Buna həman 54-cü ayə ki var Maidə surəsində, biz bu cələsədə onda işarə edəcək. Onda görəsiniz ki, Quran türklərin barəsində nə əzəmətli ayələr gətiribdir ki, onların ilgisi də vardır. Hər halda istəyirəm bunu deyəm ki, o şubiyyə axımı gəlir ortodoksi budağı ilə, Stalinin əlləri ilə gəlir bizləri neyniyib parçalayır. Yəni hərəmizə bir ad qoşur. Birinə Azəri deyir,
birinə Qırğız deyir, birinə Tatar deyir, birinə Uyğur deyir, birinə Özbək deyir, ad qoyur bunların hərəsinə. Kırım türkü deyir, Türkmən deyir. Bunlara da onlar ki çox çabalıydılar, çalışırdılar. Gəlir onlara dövlət də verir, bayraq da verir, xətt də verir, deyir bu sənin dövlətin. Amma o dallarda buna nə deyir? Baxmırıq ki, demək olar bu türk dünyasını parçalamaq üçündür. İndi yeni bir oyanış başlanıbdır ki, bunlar hamısı özlərini bir tayfada, bir eldə, bir millətdə özlərini görürlər. Selamun aleyküm. O millətin bir dənə adı var. O da türküdür. Bu Qırğız olaraq, Uyğur olaraq, Özbək olaraq, Tatar olaraq, Kırım olaraq bunlar hamısını bir millət adında, türk adında nədir? Tərifləmək olar. Biz onların hamısının içindəyik. Ona görə o türklərin bir boyları Azərbaycan türkləridirlər. Yəni Azərbaycan coğrafiyasında yaşayan türklərdirlər. Azərbaycan coğrafiyadır, topraqdır. Bu toprağın içində o adamlar ki yaşayırlar, onların hoviyyətləri türküdürlər. Pəs Türkiyədə yaşayan türklər nədir? Onlar da Türkiyə türküdürlər, Anatoli türküdürlər demək olar. Pəs biz birinci budur ki, öz adımızı bilməliyik. Adımızı demək olar tanımalıyıq ki, bizlər türküq və bu ağır coğrafiyada fərqli adlarla yaşamışıq. O milləti ki, o dil əsasında, o ortaq kültür əsasında, ortaq amaclar əsasında bir yerə yığışmışıq. İstəklərimiz vardır. Bir istəklərimiz var. O millətin adı demək olar türküdür. Bu coğrafiyada, İran coğrafiyasında yaşayan türkü ki bir millət olaraq bunun qovumları da vardır. Əqvam kələməsi burada gəlir. Yəni əqvam gəlir o türkün aşağısında olur. Bunun içində Türkmən var, bunun içində Xələc var, bunun içində Qəşqai türkləri vardılar, Azərbaycan türkləri vardılar. Bunlar nədirlər? Onun altında olurlar, onun qovumları ya qovmiyyətləri. Pəs biz bunu aldıq. İndi gəlirik bu milləti tanımaq üçün bunun keçmişinə baxmalıyıq. Bilirsiniz, bir dənə türkün yaxşı bir dənə demək olar baxışığı vardı. O budur ki, türkün keçmişi həmişə önündədir, həmişə gözün qabağındadır. Məsələn, biz deyirik irəli gün. İrəli gün, yəni dünən yox, irəli gün də, irəli gün. İrəli, yəni keçmiş gün. Dərsürə ki, keçmiş gün deyir. Türküdə irəli, yəni qabaq. İrəli sürdü, yəni qabağa sürdü. Yəni bizim keçmiş günümüz həmişə bizim önümüzdədir, bizim qabağımızdadır. Bizim keçmişimiz bizim gələcəyimizdir. Keçmişimiz heç vaxt bizim silinmir. Yəni tariximiz bizim həmişə qabağımızda olubdur. Biz ona baxmışıq, görmüşük, gələcəyimizi onunla neynirik? Planlaşdırırıq. Xoş, o əsasda bu milləti, bu böyük bir milləti nələrlə tanımaq olar? Tarixi ilə tanımaq olar, usturələri ilə tanımaq olar, əfsanələri ilə tanımaq olar və demək olar şaman düşüncəsi ilə. Şaman düşüncəsinin ağır, yüksək səviyyədə bilgiləri, irfani məktəbləri türküdədir. Türklər əski xalq olaraq bu düşüncəni neyiblər, daşıyıblar. Biz keçmiş hissədə sizinlə bunu paylaşdıq ki, təbiət bizə bir dənə ana kimin olub. Necə Əbu Reyhan Biruni deyildi, təbiət bizim anamızdır. Bu ana ilə, sevgi ilə gərək yanaşasan, bu təbiətə gəldilər, can bağışlayırdılar. Deyirlər ki, təbiətin canı vardır. Animizm bir dənə ki, həmən istilahdır ki, filəncilər ad qoyublar. Yəni, təbiətdə tək-tək bu cüzvlər ki vardılar, bunların canı vardı. Bizlərlə danışar. O qabiliyyət səndə olmalıdır ki, onları sözə gətirməlisən. O ki, Mevlana deydi, cümlə əcza-i cihan əndər nəhan, با تو میگویند روزان و شبان ما سمیعیم و بصیریم و خوشیم با شما نامحرمان ما خاموشیم. Niyə deyildi bu söz?
Deyir, bütün bu təkdəki cüz'ülər ki var təbiətdə, bunlar səndən danışırlar. Sən gərək neyniyəsən, öz dilləri coşqunladasan, ondan başlayasan danışmağa. Xoş, o əsasda bizim bir para surələrimiz var idi ki, keçmiş hissədə də dedik ki, Sami surələrindən, türkü surələr bir-birlərindən çox yaxınlaşırdılar. O mələkləri ki, saydıq sizinlə keçmiş hissədə. Bu dəfəndə istəyirəm bir dənə ayrı bir usturə həm türküdən, həm ərəblərdən seçəm. Deyəm ki, biz ərəblərin düşüncələrinə çox-çox yaxınıq. Şubiyə axımıdır ki, gəlir bizi ərəblərdən istəyir ayrı salsın, deysin ki, ərəblərlə siz fərqlisiniz. Yox, bizim onlarla həm usturələrdə, həm əfsanələrdə, həm düşüncələrdə çoxlu yaxınlıqlarımız vardı. Xoş, bizim ərəblərdə baxsaz, görürsünüz ki, Həzrəti Adəmin 2 dənə oğlu vardı. Habil var, Qabil var. Habil xeyr düşüncəsini daşıyır, Qabil şərr düşüncəsini daşıyır. Bunlar neynirlər? Bir-birləri ilə qarşı-qarşıyadılar. Bir dənə usturədir, bir dənə dini usturədir. Gəlibdir. Var-yoxu ilə işimiz yoxdur ki, aya olub bu iş, olmayıbdır, elə bunun gerçəyi var ya yox. Əsas onun o düşüncəsindən çıxmaqdır da, eşiyə bir şeyi almaq və o yaşayışı ondan, yaşayış tərzini ondan tənzim eləməkdir. Ərəblərin də içində belə bir şey var. Türklərdə də Oral Batırla Şulgen vardı. Başqır türklərinin içindədirlər. Bunlar bir türklər olublar ki, bu Oral Batırla Şulgen bir dənə ağa ilə bir dənə xanımın, qoca xanımın uşaqları olur. Yəni elə bir usturələrində istəyirlər bunlar yaradılışa, istəyirlər deyərlər ki, yaranmaq nəcür olubdur. Türkün düşüncəsində əsas yaranmaq nəcür başlanır? İslamdan qabaqdır bunlar. İslamdan qabaq istəyirlər fəlsəfəyə afərinir. Yəni o yaranmağın fəlsəfəsinə bir dənə usturə yaradırlar. Başqır türklərinin içində yaranma belə başlayır ki, bir qoca xanım, bir qoca ağanın 2 dənə uşağı olur. Biri Oral adında, biri Şolgen adında. Oral, həmən Oral dağları ki deyirlər. Batır da həmən Bahadır, güclü olur. Bu Oral xeyr düşüncəsini daşıyır, Şolgen şər düşüncəsini daşıyırlar. Bu 2 qardaş bəzən salam olurlar ki, bir-birləri ilə üzbəüz olurlar. Yaxçı, Oral həmandır ki, gedir xalqına çalışır, xalqının düşmənlərini dəf edir, gedir birdən o menqusu ki deyirlər, həmən abə həyat ki deyirlər, o gedir neynir? Onun dalısıca gedir. Bunun bir dənə əfsaneyi bir dənə atı vardı, Ağbut adında. Bunun bir dənə xanımı vardı ki, buna çox köməklik eləyir. Bu xanım özünü o əfsanələrdə vardı ki, Homay quşu kimi görsədir. Homay ya Umay həmən bir dənə quşdur ki, qartala oxşardı. Gəlir neynir? Bunun bu xanımı bəzən Oralın xanımı ki, gəlir o yerlərdə ki, Oral girə düşür, gəlir onun köməklik edir. Yəni qaçaq nəbi dustağa düşən kimi Həcər xanım gəlir onu dustaqdan qurtarır. Oralı da bunun xanımı həmən quş şəklində, qartal şəklində gəlir, neynir? Onu qurtarır. Bu da bir dənə usturələrdən, əfsanələrdənidir ki, mən sizə açdım, dedim ki, bu bizim demək olar türklərin düşüncəsində olubdur. Şaman düşüncələrində, əzizlər, bir para mərasimlər olubdur ki, o mərasimlər hələ davam edirlər. Yuğ mərasimi varmış. Yuğ mərasimi nə mərasimi? Yuğ mərasimi ölü mərasimiymiş. Bu ölünü nə cür quyuya bilərlər? Bu hansı mərasimlə quyuymuşlar? Bu türk xalqlarının içində, millətlərin içində fərqli mərasimlər olubdur. Bəzilərində görürdün ki, bunları o əzizləri ilə apardılar, quyuluydular. Məsələn, atı var idi, istəydi, atını da apardılar, ondan neyniydilər? Quyuluydular. Bu nizamini ki, bəzi İran şəhri düşüncələr özlərinə sahib çıxırlar. Calibi budur ki, mən
Ay Vəhid Dəstgerdinin Nizaminin böyük şarihlərindəndir. Müqəddəməsindən çıxartmışdım ki, deyirdi Nizaminin qəbrini ki, istəyirdilər Gəncədə dəyişsinlər, aparsınlar, baxdılar, gördülər Nizami türklərin mərasiminin əsasında quyulanıbdır. Qədim nə cür o mərasim qurulmuşlar, o əsasdan iniblər Nizami Gəncəvini quyuluyublar. Bu bir dənə yuğ mərasimi idi. Hələ də görsən gəlir. Məsələn, bəzilərində çox səsli apararlar. Məsələn, mən özüm Məkkədə olanda gördüm ki, bir dənə elə Kəbənin yanında bir nəfər öldü, götürüb apardılar. Sünnilərdə bir şeydir ki, məsələn, birini quyulayanda çox səs salmazlar. Elə sakit apararlar, neyniyərlər, quyulayarlar. Bizim içimizdə çox səs salarlar, hayküy salarlar, filan eləyərlər. Bu nə mənadır? Vardı bizim içimizdə. Ya bir dənə yallı mərasimləri olaydı. Ya həmən ki, biz ələn Aşura və Tasuada bir dənə şaxsey gedirlər. Şaxseylər Sakat ühlərinin içində ələn bu dəqiqə elə var bunların içində. Yəni, İslamdan qabaq onların içində eyni öcür bir ağac alırlar, əllərində gedirlər, şaxsey filan bu sözləri deyirlər ki, hələ bu davam edibdir. Yəni, istəyirəm deyəm, şaman düşüncəsinin o irfani mərasimlərindən yavaş-yavaş gəlibdir, dini mərasimlərimizdə də ağınıyıbdır. Birdən bunlar günün qabağında tapınırdılar, ya günə birdən əyilib qalxırdılar. Bəlkə ola bilər ki, o gəlib bizim namazlarımızda da özünü görsədibdir. Namazlarda da necə sən əyilirsən, qalxırsan, o şaman düşüncəsindən gəlir neyniyir? Burada özünü görsədir. Hər halda istəyirəm deyəm ki, bu düşüncə bizə sadəlikdə bizim əlimizə çatmayıbdır. Bu əski zamanlarda bəşər o qədər bu düşüncəyə mübarizə eləyibdir, o qədər buna çalışıbdır ki, bir dənə düşüncəni neyniyibdir, yönəldibdir, yontuyubdur, gətiribdir, neyniyibdir, bizlərə neyniyibdir, təqdim eləyibdir. Siz məsələn odun kəşfinə baxmayın ki, çox sadəlikdə olubdur. Odu bəşər o zaman ki, kəşf eləyir, gəlir odunla qəzasına bir dənə zinət bağışlayır. Xam yeyirdi, od gəldi də qəzasını pişirir. Yəni, ovlamağı, şikar eləməyi dəyişilir. Bir mərasimlə oynuya vaxtı bir dənə şikarı ələ gətirirdi. Gətirir onu aşpazxanada, neyniyir, o şikarı gətirir, onunla qəza düzəldir, mərasim qurur, oynuyur filan eləyir. Bunu bir dənə təbiətin vergisi görür ki, deyir, təbiət mənə bunu verdi. Mən də təbiətin bir cüzü olaraq ki, ona yanaşıram, mən də təbiətə bir qulluq eləməliyəm. Mən də təbiətə bir dənə neynirəm, qurban kəsməliyəm. O əsasda, əzizlər, təkdə ki, bu cüzülər ki var idi təbiətdə, su var idi, ondan sonra yel var idi, dağ var idi, daş var idi, günəş var idi, ay var idi. Şaman düşüncəsində bunların hamısının ruhları var idi. Deyirlər, bunların ruhları vardı. Bunların ruhlarını biz ələ gətirməliyik. Bir yol, o Maday, Qaray, Altay o surələrində var ki, bunların o atlarını deydilər ki, atlar nədən düzəliblər? Atlar suyun ruhlarından düzəliblər. Yəni, suya bir can bağışlayırlar. Anemiz, cismləri vardı, ruhları vardı. Bizim atlarımız da onlardan. Suda hərəkət vardı, sürət vardı, atda da bu vardı. Bunu neyniydi? Öz zehnində yaxınladırdı ona ki, bu ondan neyniydi? Yaranırdı. Xoş, bu həddə bu bizim bəhsimiz kifayət elər. İcazə versəz, 3-cü konuya gedəcək, 3-cü mövzunu açıqlayacaq. 3-cü mövzu bizim Məsnəvidəndir. Məsnəvinin 1-ci dəftərindən 422-ci beytidən biz başlayacağıq. Yadınıza gəldi da, hara kimin oxumuşduq? Düzdür? Haradaydıq? Saye Yezdan ço باشد دایش وارهاند از خیال و سایش. Düzdür? Buradaydıq. Əzizlər,
Biz keçmiş hissədə Əflatunun düşüncəsini açdıq. Dedik ki, bu aləm tamamilə Əflatunun düşüncəsində bir kölgədir. Bu aləm bir dənə kölgədir. Kölgədə də gerçəklik yoxdur. Kölgə vücudunu nurdan alır. Nur olmasa o kölgə də olmayacaqdır. Ona görə deydi, Mevlana deydi ki, bir sıra çaşqın insanlar gəlirlər, kölgəyə ürək bağlayırlar. Quş üstdə uçur, kölgəsi düşür aşağı, ovçu neyniyir? Başlayır o kölgəni ovluyur. Muntaha Mevlana'nın zehninə gəlir ki, yox, kölgələrin hamısı bu cür deyil. Bəzi kölgələr vardılar ki, Tanrının, Allahın öz kölgələridirlər bu aləmdə. Sən o kölgələrə yapışmalısan. Kimlərdilər onlar? Onlar vəlilərdilər, onlar pirlərdilər, onlar şamanlardılar, onlar ariflərdilər. Həmanlardılar ki, biz onları Allah adamı deyirik. Onlar Allah adamı. Allah adamları kimlərdilər? Allahın kölgələridirlər bu aləmdə. Sən istəyəsən ki, onlara yanaşasan, Allaha yanaşırsan. İstəyəsən Allaha yanaşasan, onlara yanaşmalısan. Hər ki xواهد همنشینی با خدا گو نشیند در حضور اولیا. Mevlana bir sözüdür ayrı yerdə. Hər kim istəyir ki, Allahla dizbədiz otursun, getsin onun adamlarını tapsın. Onlarla dizbədiz otursun. Onlar ona nə edəcəklər? Yetirəcəklər. Ona görə 422-ci beyti Mevlana belə başlayır. Saye یزدان چو باشد دایه‌اش وارهاند از خیال و سایش. Axı xəyal bir şeydir ki, canı tapdalayırdı. Keçmiş beytlərdə baxsaydınız, can həmi ruz az ləqət kube xəyal vardı da, canı xəyal tapdalayırdı. Deyir, səni bu xəyaldan kim qurtara bilərdi? Saye-i Yezdan. Həman o Tanrının kölgələri. Tapa bildiniz də beytləri. Görə bilirsiniz də. Yaxçı. Saye-i Yezdan بود مرد خدا مرده او زین عالم و زنده خدا. Saye-i Yezdan kimdir? Mərd-i Xuda. Yəni Allah adamı. Murde u zin aləm و زنده Xuda. O adam, yəni Mərd-i Xuda, Allah adamı, Allahın kölgəsi, murde u zin aləm. Bu aləm onun gözündə ölüdür. Zende-i Xuda. O Allahın gözündə dərvaqa nə mənədir? Allah onun gözündə demək olar diridir. Yəni bütün bu aləm onun gözündə ölüdür, təhcə diri Allahdır dərvaqa. Mevlana istəyir onu desin. Həzrət Əlinin bir qəşəng sözü vardı, o Nəhc-i Bəlağədə deyir ki, bir dənə səhabələrin birinə yazır, deyir ki, sən mənim gözümdə çox böyüksən. Buna görə böyüksən ki, dünya sənin gözündə çox kiçikdir. Dünya sənin gözündə kiçikdir, sən mənim gözümdə çox böyüksən. Mevlana'nın da sözü ona oxşardı. Bir yol, damən او گیر زوتر بیگمان تا رهی در دامن آخر zaman. Onun ətəyindən yapış, şübhəsiz, tezliklə istəyirsən qurtuluşa çatasan, sən onun damənindən yapış. Tarəhi در دامن آخر zaman. Axir zamanın bir dənə fitnələrindən sən qurtulmaq üçün neynəməlisən? Onun damənindən yapışmalısan. Bilirsiniz də, dini baxımlar elə Məsihiyyətdə də, Yəhudiyyətdə də, İslamda da bu cürdür ki, bu aləmin bir dənə axırı vardır. Axirüzzaman vardır. Axirüzzaman yetişəcəkdir. Yəni, kulli bu aləmdə yaşayış yığışılacaqdır. Yəni, belə bir düşüncə varımızdır. Mən baxırdım, gördüm ki, bir dən əcib budur. Fususul Həkəmdə Muhyiddin Ərəbi Əndəlusinin düşüncələrində orada yazılıbdır ki, bəli, axirüzzaman Çindən başlayacaqdır. Çin o zaman ki, orada bütün yasaqlayacaqdır ki, uşaq olmasın, nəsl orada azalsın, getdikcə nədir, axirüzzaman başlayacaq. Mən bilmirəm bu düzdür, ya yanlış deyə yox. Vələ elə indi baxsaz görürsünüz ki, Çinin cəmiyyəti getdikcə azalır, Hindin cəmiyyəti getdikcə çoxalır.
Hətta deyirlər ki, bir də məsələn 50 il, bəlkə 100 il bundan sonra Çinin cəmiyyəti olacaq 200 milyon, 300 milyon. Yəni mühasibə eləyirlər də, o 2 milyardı cəmiyyət gəlib dayanacaqdır o cəmiyyətə. Və nəinki türklərin də zad və vələdi çoxdur, xüsusən Rusiyada zadda da o təhlilgərlər deyirlər ki, gələcəkdə türklər cəmiyyətlə bütün aləmi alacaqlar. Yəni bundan cəmiyyətləri getdikcə çoxalacaqdır. Belə bir təhlillər vardı. Hala bu axir öz zaman ki, əlbəttə həmən در واقع qiyamət düşüncəsi olur ki, Mevlana da burada gətiribdir. Bu bizim irfanımızda da gəlir, Mevlana da buna gətirir. Amma Mevlana'nın yanaşması çox təəccüblüdür bu işdə. Mevlana deyir ki, Peyğəmbərdən soruşurlar ki, qiyamət nə zaman olacaqdır? Az qiyamət ta qiyamət rah kənd, sənin bu qiyamından ta qiyamətəcən nə qəd yoldur? Deyir, baba, siz çox belə sualı tərsə soruşursunuz məndən. Qiyamətin özü mənəm əslən. Qiyamət ittifaq düşüb, nə axtarsınız? Elə həmin ki, göylər parçalanıbdır və axirin nəbi gəlibdir. Sizə göydən sözlər gətiribdir, bu qiyamətin özüdür. Nə ki, qiyamət mənəm, o Məsnəvidə var. Mevlana'nın belə bir düşüncələri vardı ki, çox axtarmayın ki, bir qiyaməti gələcək, yerlər parçalanacaq, ondan sonra odlar gələcək, dağlar dağılacaq filan eləcək, o kələr Quranda da vardı filan. Bunların həmən nədir? Mevlana deyir ki, elə mərd-i xudanın gəlməsidir. Elə hər yerdəki bir burheyyəz tarixdə bir dənə Allah adamı gəlir, bir şaman gəlir, bir arif gəlir. Neçələrin əlindən yaxşı deyil, orada qiyamət ittifaq düşübdür. Nümunəsi də elə Peyğəmbərin barəsindədir. Bunlara çoxlu belə Məsnəvidə misallar çəkir. Məsələn, deyir ki, soruşurdular ki, bu şaman kimdir, bu pir kimdir ki, gəlir? Deyir, istəyirsiniz piri tanıyasınız. Pir elə bir, məsələn, belə fikir eləyin ki, bir dənə küzənin suyudur da. Bir dənə küzənin suyunu hardan götürüblər? Bir dənə axdan götürüblər. Arx elə bir kainatdır, tamam həslidir, varlıqdır, Allahın özüdür. Oradan götürüblər, oradan ayrılır. Bugün də elə töksən ora, o odur. O da budur, fərqi yoxdur. Bu bir dənə misal çəkir. İkincisi budur ki, rəhləməkdə. Məsələn, görürsünüz o fəşlər, o saplar hazırlayardılar ki, fəşlər rəhmət, böyük qazanlar qoydular, qaynadirdilər, tökürdülər içinə. Deyirdi ki, fərqli saplar tökürdülər bunların içinə, hamısından bir dənə boy çıxırdı eşiyə, bir dənə rəh çıxırdı eşiyə. Yaxçı, deyirdi, bu həman o vəlidir. O rəh də ki, orada qazandı, orada qaynir, o elə həman Allahdır. O geçir, onun orada rəngini tutur. Cəlib budur ki, Qur'an özündə Bəqərə surəsində sebğə kələməsi var da, sebğətullah, Allahın rəngini götürürsünüz. Elə bir bütün aləm bir dənə böyük qazandır ki, orada qaynir bu qazan, rəhdir, orada o pir, ya o vəli, ya arif düşür o qazanın içində, onun rəngini götürüb çıxır eşiyə, gəlir eşiyə. Yəni, belə bir təmsilləri Mevlana çox-çox yaxınladır sizə desin ki, nə mənədir? Mən o pir, ya o arif, ya o şaman işi istəyirəm sizə rəsm eləyəm, o nə cür vəsl olur o şuur-i kulli kainata, nə cür vəsl olur? Eyni elə məsələn o rəng kimin, eyni elə bir səbu kimin, ya küzə kimin ki, o sudan götürülür. Xob, icazə versəz, Ustad Barışmazdan eşidək. Saye Yezdan ço başəd dayəş, varəhanəd az xəyal o sayəş. Deyir ki, o Yezdanın kölgəsi ki olsa onun dayəsi, saxlayanı, onu, yəni o insanı xəyaldan və o kölgədən qurtaracaqdır. Tayası olsa onun həqdən bitən, taya bilirsiniz də nədir? Tayası olsa onun həqdən bitən, qurtarar axır onu olmaz itən, o itən olmaz. Biz axı türküdə taya ayrı kələməni də işlədirik. Taya, məsələn, otu yığırlar, bir yerə bir dənə taya vururlar. Bilməm, eşidib kətlərə getsəz, birdən deyərlər ki, bu otları mən tayalayacam, yəni bir yerə yığacayam. Taya o mənisində də ola bilər. Yəni bir
taya ola ki, çünki orada bitəndə gətirir ha, Üstad Barışmaz, bəlkə olsun. Tayası olsa onun həqdə bitən, qurtarar axır onu, olmaz itən. Bu itən olmayacaqdır. Saye yزدان بود مرد خدا مرده او زین عالم و زنده خدا. Allah'a kölge nedir vasıl adam, dünyadan olmuş edir hakta devam. دامن او گیر زودتر بی گمان اتین tut qoxma möhkəm şübhəsiz son zamanda qalma yersiz rişəsiz son zamanda ahirüz zamanda onun ətəyindən yapış və neynəclə özüyü qurtarcına. 425-ci beytə gəlirik. Keyfə məddəzzillə nəqş-i əvliyast. Axı sayəşi gəldi. Mevlana'nın yadına düşür şu sayənin ərəbisi zillidir. Zilli ki gəldi, Quranda zilli gəlibdir. Ayə varımızdır ki, orada Allah buyurur ki, kölgələri mən istədiyim qədər xırdaldaram, istədiyim qədər neynərəm, yekəldərəm. İndi ayəsini oxuyacağım sizə. İndi istəyir onu gətirək ki, məddəzzil nə mənədir? Şübhəli ayələrdəndir Quranda. Keyfə məddəzzillə nəqş-i əvliyast, ku dلیل نور خورشید خداست. Ayə Furqan surəsindədir. 45-ci ayədir. Belə buyurur. Ələm tərə ilə Rəbbikə, Tanrıva sən baxmırsan ki, keyfə məddəzzil necə kölgəni genişləndirdi, açdı. Ləv şaə, əgər istəsə o, ləcəələhu sakinən, qətiyyən eləyə bilər ki, kölgəni sakinləşdirsin, qoymasın kölgə dərbəşsin, xırdalsın, yekəlsin filan. Sonra cəlnə şəmsə əleyhə dəlilə, biz günəşi kölgəyə dəlil qərar verdik. Sən kölgəyə baxdın, bildin ki, bir günəş vardı. O günəş bu kölgəni neynədi? Yaratdı. Bu ayədir. İndi Mevlana siz deyək ki, bu keyfə məddəzzillilər kimdilər? Ki Allah istəsəydi onların kölgələrini yekəldərdi, sakin eləyərdi filan. Yox, bu deyil, bu maddi gördüyün məhsus kölgələr deyil. Bunlar həmən ariflərdilər, həmən şamanlardılar, həkimlərdilər. Bunları istəyən qədər aparır, təksir eləyir, çoxaldır. Axı Mevlana bir dənə də düşüncəsi var, deyir ki, bir dənə kəndə bəla o zaman gələr ki, bir millət o pirin ürəyini incitsin. Əgər bir dənə pirin ürəyini incitsə, o kəndə, o abadançılığa bəla gələr. Yəni, bu cür baxır. Mevlana'nın baxışığı çox belə vüsətlidir. Sayə kələməsi də çox cəlibdir də, bilirsiniz. O aşıq o məşuqun təmsillərində Məsnəvidə bir yer vardı ki, deyir ki, sayələr ya həman kölgələr günəşə aşıqdilər. Sayəhایی ki بود جویای نور محو گردد چون کند نورش ظهور. Yəni, hər nə qədər ki, o günəş çıxdıqca kölgə qıssalır, Mevlana deyir, məşuq da nə qədər vüsət tapanda aşıq xırdalır, nəhayətdə məhv olur. Əgər aşıq, gerçək aşıq olsa, nə mənədə əslən yoxdur bu. Bu olmayacaq, hər nə var orada məşuqdur. Bu da Mevlana'nın bir təmsillərindən. Keyfə məddəzzillə nəqş-i əvliyast, ku dəlilə nur xurşid xudast. Pəs məddəzzilli başa düşdük da, ayəni gördük gətirmişdi də. Keyfə məddəzzil ayət. Nəqş-i əvliyast, o vəlilərin nəqşləridir, yəni özləridir, təsvirləridirlər. Ku dəlilə nur xurşid xudast. Sən bu vəliləri bu aləmdə görürsən, yəni Allah vardır. Krishnamurti deyirdi ki, bir uşağı ki, yenidən doğulur, bunun doğulmağı bir pəyamdır ki, hələ Allah vardır. Xoş, pəs ku dəlilə nur
خورشید خداست. اندرین وادی مرو بی این دلیل. Bu vadidə, bu çöldə sən dəlilsiz getməcinin. Dəlil həman o vəli oldular ha. Həman pirlər oldular ha. Bilirsiniz də, o günəşdən gəldi yetişdi ora. La uhibbul afilin gu çon xəlil. Xəlil kimdir? Həzrəti İbrahimdir da. Həzrəti İbrahim kimin? Sən başla la uhibbul afilin deginən. Əzizlər, Həzrəti İbrahim şəqqaq peyğəmbər olub Quranda. Çoxlu şeylərə şəkk edib, bilirsiniz də. Məsələn, Quranda bir yer vardı ki, deyir ki, mən qiyamətdə şəkkim var. Xudaya, sən gəlcinən mənə görsət görüm, bunlar ki, yaraldırsan, hamısı aradan gəlirlər, nə cürsən bunları bir yerə yığassan. Bu deyir ki, quşlardan müxtəlif götür, apar qoy filan yerə gətir. Bunlar uyuşurlar, düzəlirlər filan. Yəni siz baxsaq görürsünüz ki, məsələn, bir dənə peyğəmbərdə o iman mərhələsinə ki, hələ çatır, o imanın özündə də bu şəkliyini apar qabağa. Yəni hələ deyir ki, mənə gərək bunları eləyəsən, sən isbat eləyəsən. Mən o dərəcədə. Vay məsələn, biz adlı insanların halına. Ona görə deyirlər ki, Həzrəti İbrahim o ki, gəlir, Quranda var, gəlir, ayı görür, günü görür, ulduzları görür. Deyir ki, mən bunları çox sevirəm. Elə bunlar ola bilərlər, mənim tanrım olsunlar. Sonra baxır, görür ki, onlar batdılar, uful elədilər. Batan kimi deyir, axı, mən batanları istəmirəm. Mən bir şey istəyirəm, qalsınaq, qalan şeylər istəyirəm. Eşqi an zəndə qozin, ku baqi است. Kəz şərab can fəzayət saqi است. Mevlana deyir də. O birinci dəftərin o Qaravaşın nağılındadır. Orada deyir. Sən nəyi axtarmalısan? O ki, həmişə qalmalıdır. Onu axtarmalısan. Bu ona işarə edir. Ləmmə cənnə əleyhilləyl. Quranda Ən'am surəsində də. Deyir, o zaman ki, gecə gəldi, gecə oldu. Rəa kəvkəbən. İbrahim bir ulduz gördü, bir kovkəb gördü. Qalə haza Rəbbi. Dedi, bu mənim Rəbbimdir. Fələmmə əfələ. O zaman ki, bu batdı. Qalə la uhibbul afil. Dedi, mən axı batanları sevmirəm. Sonra gəlir gənə. Rə'əl qəmərə bazıqə. Gördü ki, ay gəldi, ay işildi. Ona deyir, mənim tanrımdır. Ləmmə əfələ qalə la. Sonra günəş gəlir, bazıqətən. Və deyir ki, xub, mən üzümü çöndərməliyəm bir yerə ki, o hər zaman qalmalıdır. Cəlibdir, mən Əlləmi Təbatəbayin təfsirinə baxırdım, bu ayələ bağlı. Orada deyir ki, Həzrət İbrahim çox qəşəng deyir. O günəşə baxanda, aya baxanda, ulduza baxanda demir ki, mən sizi qəbul eləmirəm. Demir ki, mən sizi inkar eləyirəm. Demir ki, siz yoxsuz filan. Deyir, mən sizi sevmirəm. Yaxşı, sevməkdən başlayır. Hubbu kələməsini başlayır. Bizim bəzi dini rivayətlərimizdə hətta var ki, əsən din yəni sevmək. Dini əsən deyirlər, yəni sevmək. Yəni, ola bilər məyəsən Allahı sevməyəsən, bəli ibadət edəyəsən. Elə şey olar. Deyir ki, din yəni ibarətdir sevməklə. O hubbu kələməsidir də həmin. Mən o qovlu ki, sizə vermişdim ki, 54-cü ayəni burada oxuyam. İstəyirəm burada sizə oxuyam və deyəm ki, bu sevmək kələməsi ki, çox mütəali bir dənə kələmədir və tapınmağın və ibadətin ən yüksək səviyyəsi həman sevməkdir. Ki, Həzrət İbrahim deyir, mən ayı, ulduzu bunları sevmirəm. Təhcə qalarqı mövcudu ki, sənsən Allah, onu sevirəm. Bu sevməkdə Quranda bir dənə ayə vardır. Maidə surəsində. Əzizlər, Maidə surəsi Quranda sonuncu surə hesablanır. Yəni, axırıncı surədir. Axırıncı surənin mənisi budur ki, yəni İslamın tamam düşüncəsi bu Maidə surəsində gəlməlidir. Siz mənim o Instagramda ya Telegramda baxsaz birinci İslamlıq və Türklük söhbətində orada mən açıqlamışam ki,
Maidə surəsi 120 ayədədir. Peyğəmbərin son ləhzələrində bu surə gəlir. Elə bir İslamdan nə düşüncə vardı, tam tələsik gətirir o surənin içində verir ki, tez ol, burada küfrüdür, imandır, məsihdir, yəhuddur. Bunların hamısını tez-tez orada mənə eləyir Peyğəmbərə ki, olmuş olsa, bir para şeylər yaddan çıxmış da olsa, burada mən gətirirəm bu Maidə surəsində, siz bunları neynəyəsiniz? Biləsiniz ki, əsas budur. Ona görə Maidə surəsini mən sizə tövsiyə edirəm ki, bir dəfə oxuyasınız, diqqətlə oxuyasınız. Maidə surəsini ki, elə İslamın elə başlanğıcı da bel uquddan başlayır, əvvəldə elə vəfadan başlayır, elə əvvəlin ayədə. Gəlir 54-cü ayədə yetişir buna ki, deyir ki, bəli, mən yərtəddə minkum fəsəvfə yətillahu biqavmin yuhibbuhum və yuhibbuna əzillətən ələl müminin əizzətən ələl kafirin yücahiduna fi səbilillah la yəxafuna ləvmətə laim zalikə fəzlullah yutihi mən yəşa. Bu təqribən bizim ayəmizdir ki, mən sizə oxudum. Ayə belə gəlir, deyir ki, Peyğəmbər, əgər sən nigaransan, darıxırsan ki, səndən sonra dinin aradan gedər və bir sıra insanlar mürtədd olarlar, dindən qeydərlər, sən buna darıxma. Niyə? Mən bir qovmi gətirəcəm gələcəkdə. Bir qovmi gətirəcəm ki, səvfə yətillahu bi qavmin. Bir qavmini tənvinlə gətirir, yəni nəkərə gətirir orada. Bu qovmi siz tanımırsınız. Ki, mən orada təhlil eləmişəm ki, bu qovm həman türklərdirlər ki, deyir. Çünki niyə? Ərəblərin dövrəsində Yunanilər var idi, Rumilər var idi, Farslar var idilər, Ənsar var idi, Mühacir var idi. Bunların hamısını ərəblər tanırdılar. Təhcə o qovmi ki, uzaqlardaydılar. Sonralıqdan iman gətirəcəkdilər və İslamı daşıyacaqdilər türklər. Bu ayədə işarə edir ki, siz bunu tanımırsınız. Səvfə yətillahu biqavm. Yuhibbuhum və yuhibbuna. Bunların ilgiləri Tanrı ilə sevgi əsasındaydılar. Necə şaman düşüncəsində sevgi var ki, mən orada işarə edirəm sizə, təbiəti sevirdilər, günəşi sevirdilər. Bu sevgi əsasında bunlar Allaha da sevirlər, gök Tanrını sevirdilər. Allah da bunları sevir. Bunlar neyini idilər? Yücahidunə, bəli, bunlar kafirlərin qabağında çox güclü, möminlərin qabağında çox baş aşağı, həmişə möminlərin qabağında özlərini yendirən, Allah yolunda cihad eləyən, qınayanların qınamağından qorxmayan, la yəxafunə ləvmətə laim. Əslən bunlar qorxmazlar ki. Yəni bir dənə millət olublar qorxmayan, cürətli, şəhamətli, cəsarətli. Yücahidunə fi səbilillah, Allah yolunda cihad edən, Seyfullah ləqəbini daşıyan. Və calibi budur ki, bu ayədə Allah deyir ki, bu mənim fəzlimdir, mən onlara eyti eləmişəm. Və bu dini bunlar vüsət verəcəklər və öz adı ki, vasi sifətidir, o ayədə gətirir. Əzizlər, mən istəyirəm sizə deyəm ki, necə Mevlana burada la uhibbul afilini gətirir, hubbu kələməsini gətirir. Hubbu kələməsi madili lavdır ingilisidə. Vuddu kələməsi madili like'dır ingilisidə. Yəni istəməğinlə sevməğin çox-çox fərqi vardır. Orada vəfa vardı, orada sevgi vardı, orada bağışlamaq vardı, orada öz canından geçmək vardı. Bunlar vardılar. Yaxşı, pəs demək olar ki, əndərin vadi mərubi indəlil, la uhibbul afilin qu çon xəlil. İbrahim kimin, Xəlil kimin, la uhibbul afilin decinən, denən mən batanları istəmirəm. Roz saye, aftabi rabia. Bu kölgədən də çıx eşiyə. Sən bir mərhəliyə kimin, bir aşama kimin kölgəyə yapışa bilərsən. Kölgədən sonra sən günəşə yapışmalısan. Ya günəşə gedəsən sən. Elə sən yapışdın qaldın kölgədə. Biz bunu istəmirdik səndən. Biz sənə dedik ki, kölgələr zellullahdılar, pirlər zellullahdılar, onlardan yapış. Vəli orada qalma, oradan çıx eşiyə. Yaxçı, hara gəl? Davməni şəh şəmsi təbrizi beta. Gəş Təbrizli şəmsindən yapışmalısan. Əsas o pirlərin başları, vəlilərin başları, Təbriz məktəbini daşıyan
sən Şəms-i Təbrizdən yapışmalısan. Axı onun özü günəşdir. Onun özü günəş kimi işıldayır. Siz ondan yapışmalısınız. Yaxşı. Çox cəlibdir. İcazə versəz, mən elə bu sahədə bir dənə Şəms-i divanından, yəni Şəmsin məqalələrindən bir qıssaca mətləb Şəmsin öz dilindən amadə eləmişəm. Qəzəl dər, o külliyə, onu axırda oxuyacaq. O Şəms divanından bir qəzəldir ki, Mevlana deyir Şəmslə bağlı, bu yox. Bu Şəmsin öz sözüdür. Məqalatında gəlir. Dr. Muhammed Əli Müvəhhid təhsil edibdir. Qalın bir dənə kitabdır. Çünki çoxları deyirlər Şəms savadsız bir insandır. Amma elə ki, o çıxdı işiyə, o məqalələr gözlər var, bir dənə dəryadır bu, bir dənə dərin bir dənə insan olubdur. Siz bilirsiniz də, bizim bu Gülüstan bağı ki var Təbrizdə, bu Məqbərətül Urəfadır, bunun altında yüzlər ariflər qullanıbdır. O zaman Şuubiyyə, Masoniyyə, Səlibinin bir budaqları ki, tərbiyyət olaraq götür oranı darmadağım elədi, bir dənə parça Gülüstan bağına çevrildi. Yəni, Təbrizin o gerçək üzlərini yerin altında görmək olar, nə yerin üzündə. Yaxşı. Bir dənəsi həmən o Gülüstan bağıdır, Məqbərətül Urəfasıdır. İndi bu məqalatdan mən istəyirəm oxuyam. Deyir ki, şəttanə beynə mən təəyyəşə bi nəfsih və beynə mən təəyyəşə bi qəlbih və beynə mən təəyyəşə bi rəbbih. Şəttanə bir dənə ərəbdə istilahdır. Yəni şəttanə ma beynə, yəni çoxlu fərqli var. Çox fərqlər var, çoxlu fasilələr var. O insan ki, özünə yaşayır, özü ilə yaşayır, təəyyəşə bi nəfsi. O insan ki, qəlbinə yaşayır, o insan ki, Rəbbinə yaşayır. Üç cürə yaşayış. Özünə yaşamaq, qəlbinə yaşamaq, Rəbbinə yaşamaq. Təəyyəşə bi Rəbbi. Hiç çare نیست. Əlbəttə rah این است. Yol yoxdur. Elə yol budur. اقرضالله آخر خدا را چه حاجت باشد. Quranda var ha, mən yuqrizullah qərzən həsənən fəyuzai. Kim Allaha boş versə, Allah neçə bərabərin qaytaracaq. Şəmsi deyir ki, ya nə mənə Allaha boş vermək, ya nə mənə. Allahın mənə ehtiyacı vardır, sən ona boş verəsən. Ya Musa, cotu, fələm tut emni. Bu gəlir, bu Allahın sözüdür. Musaya deyir ki, mən acmışdım. Allah Musaya deyir. Mən acmışdım, sən mənə niyə qəza vermədin? Yaxşı, eşidibsiz də bunu. Deyir ki, Allah Musaya deyir ki, mən acmışdım, sən mənə niyə qəza vermədin? Ya Musa, əzə ci'tə ələ babə keyfə təsnə. Ey Musa, mən gəlsəm sənin qapıva, sən nə iş görərsən? Qalə Rəbbi. Musa deyir ki, əntə munəzzəhun ənzar. Axı, sən bu cür şeylərdən munəzzəhsən, tənzih ağırsən, belə şeylər əslən ola bilməz. Qalə Musa ləv ci'tu. Musaya deyir ki, tutaq da fərz eləyək, fərz-i mahal ki, mahal da, tutaq mən gəldim sənin qapıva, sən nə inərsən? Hərçənd o mi گفت ki این چگونه باشد. Cavab mi فرمود ki əgər واقع şəvəd çə کنی? Mən sənin qapıva gəlsəm, sən nə inərsən? Aqibət qovd, sonuçda Tanrı buna dedi ki, səxt qurusnəm, münazirə rəha qon. Da məndən çox danışma. Mən acmışam bətər, رو طعامها بساز که فردا می آیم. Get qəzaları düzət, mən sabah sənə qonaq gəlirəm. Allah Musaya deyir buna. طعامها بساز, از پگه نظر کرد. Sübdən baxdı ki, görə kim gəlir. Həmə çizha hazır بود, illa ab kəm بود. Hər şey amadədir, hazırdır, amma su azdır. An dərviş در رسید, bir dərviş gəldi qapıya. Dərviş gəldi, şey'ulillah, nan bedi. Allah yolunda, şey'ulillah dərvişlərin islahlarıdır. Allah yolunda verin. Əllərini açırdılar. Nan bedi. Yaxşı, çörək ver bizə. Musa qovd, nik آمد. Çox yaxşı vaxt gəlibsən. دو سبو در دست او داد که آب بیار. 2 dənə küzə verdi bunun əlinə, dedi tez qaşla su gətirsinə. Suyumuz azdır. Qovd, 1000 xidmət konam. Get gətir, minlər xidmət edəcəm sənə. Ab آورد. Musa nan be dəst او dad. İndi ki suyu gətirdi, dərviş qoydu ora,
Qoyan kimin? Çörəkdən verdi bu dərvişə. به دست او داد. درویش خدمت کرد و رفت. روز دیر شد و موسی منتظر طعام را تفرقه کرد میان همسایگان. Da hava qaranlıqlandı, gördü heç kim gəlmədi. Nəməcə çörək hazırlamışdı. Musa onların hamısını dağıtdı qonşulara. Dərin müşkil mandı ki sirr in çe bud. Sual کرد, gənə getdi Allahla danışmaq. Dedi ki nə xəbər, sən axı qol vermişdin. Sual کرد ki vədi fərmudi, نیامدی. Qol vermişdin gələsən, axı gəlmədin. گفت آمدم. من gəldim. اما تو ما را نان کی دهی تا دو سبو آب نفرمایی آوردن. Sən bizdən ta iş çəhmincə bizə çörək vermədin çox. Bizdən iş çəhdin, göndərdin su dalısıca. Yaxşı, su gətdik, sonra bizə çörək verdin. Bu Şəmsin məvi sözüydü orada. دامن شه شمس تبریزی بتاب. Usta çağırdı xəyyat vaxtı sizə. Bəli, çəşm. 5-10 dəqiqəyə çək. Mən başım üstə. Əlbəttə biz keçmiş cəlsədə danışdıq, dedik ki bizim klasımızı gətirin 12-yə kimi. Yaxşı, bir yol xanım mürəbbidən də xahiş eləyək ki 12-də də klasa təşrif etsin. Çünki bir saatda bu bəhsi biz yığışdırmağımız çox çətin olur bizim üçün. Ona görə xanımla sağ olasın, məmnunam. Allah izarım olsun. Siz eləyə bilərsiniz saat 10 yarımda gələsiniz. Bir saat sonra son bir yarımda. Biz aydınız, 11 yarımda başlayabilir, 12 yarımda. Biraz idam edir. Bəli, ola bilər mənim. Heç manisi yoxdur. Bəli, heç manisi yoxdur. Heç manisi yoxdur. Heç manisi yoxdur. Çox yaxşı. روز سایه آفتابی را بیاب دامن شه شمس تبریزی بتاب. Get Şəms Təbrizinin ətəyindən yapış. Rəh nədani canib in sur و urs az Ziyaulhaq Husamuddin bepurs. Əgər Şəmsə də əlin çatmır, yeni bir Şəms var bizim yanımızda. O da Husamuddin Çələpi Orməvidir. Türküdür da, Ürmiyədənidir bilirsiniz. Şəmsin yerini doldurdu Mevlana'nın yanında və məsnəvini yazdı Husamuddin. Sur-u Ors, sur həman elə şadlıqdır, Ors da bir mənisi həman ərusidir, qonaqlıqdır. Bir mənisi də Orsudan elə əzadır, yəni təziyə mərasiminə də Ors deyidilər. Ələn Yavmul Orsudur ki deyirlər ki, Quniyədə tuturlar, həman Mevlana'nın şəbi Ors həman o quylamaq در واقع مراسimidir. Ustad Barışmaz buyurur ki, keyfə məddəzzil vəlilər nəqşidir, haqqın onlar varlığın bəlləndirir, yəni məlum elətdirir. Haqqın onlar varlığın bəlləndirir. Çıxma, gəl pirsiz yola, azma həbib, batana söylə xəlil tək la uhib. Batana. Təbrizin get şəmsinə ol əl-ətək. Təbrizin get şəmsinə ol əl-ətək. Yəni yapış damənindən tut. Kölgə şaxlu gündən al söylər kömək. Kölgə ondan kömək söylər. Bu toya ey can əgər yoxdur əlin, bu toya əlin çatmır, sıx Ziyaulhaq Husamuddin əlin. Husamuddinin əlinin eynəcinə, sıxçınə. Məsnəvi bu qədər kifayət elər. İcazə versəz, mən bir qəzəllə ki, Şəms divanından sizə hazırlamışdım bəhsimizi qurtaraq. Əgər qəzəl 759-cu qəzəldir Şəms divanında ki, Şəmsə deyir Mevlana bu sözləri. دل من رای تو دارد سر سودای تو دارد
رخ فرسوده زردم غم صفرای تو دارد. سر من مست جمالت، دل من دام خیالت. گوهر دیده نثار کف deryayı تو دارد. Bu haman xəyaldır ki, keçmiş cələsədə danışdıq ki, Mevlana deyir ki, mən şəmsin xəyalının tələsinə düşmüşəm. Ha, burada həman deyir. Zetu hər hediye که بردم به خیال تو سپردم. Gənə xəyal. که خیال شکرینت فر و سیمای تو دارد. غلطم گرچه خیالت به خیالات نماند. همه خوبی و ملاحت ز عطاهای تو دارد. Şəmsə deyir ki, məndə nə qədər həlavət var, məlahət var, şirinlik var. Mən hamısını bunu səndən almışam, Şəmsidən almışam. Yaxşı, bu Şəmsidən də yəni Təbriz məktəbindən də, Təbriz toprağından, Təbriz diyarından ki, pirlərin, babaların diyarlar olubdu deyir, oradan almışam. گل صد برگ به پیش تو فرو ریخت ز خجلت که گمان برد که او هم رخ رعنای تو دارد. سر خود پیش فکنده چو گنهکار تو عرعر که خطا کرد و گمان برد که بالای تو دارد. جگر و جان عزیزان چو رخ زهره فروزان همه چون ماه گدازان که تمنای تو دارد. زهره ها چو رخ زهره فروزان. دل من تا به حلوا ز بر آتش سودا اگر از شعله بسوزد نه که حلوای تو دارد. اگرم در نگشایی ز ره بام درآیم. Şəmsə deyir. Sonra Şəmsə heç sürdü, gedirdi, gəlirdi, yol vermirdi, filan eləydi. Deyirdi, qapını bağlasan mənə, mən bacadan düşəcəm sənin zehni və ürəyi və əl tapacam. اگرم در نگشایی ز ره بام برایم که زهی جان لطیفی که تماشای تو دارد. به 200 بام برایم، به 200 دام درایم. چه کنم آهوی جانم سر صحرای تو دارد. Mənim can ahum sənin çölüvün həvəsindədir. Ora istəyir getsin. خموش ای عاشق مجنون به مگو شعر و بخور خون که جهان ذره به ذره غم غوغای تو دارد. سوی تبریز شو ey dil, getməlisən, Təbrizə sarı get. Şəms dalısısan. Suy Təbriz şo ey dil, bər şəmsul haq mufzil ço xəyalش به تو آید که تقاضای تو دارد. Mən Şəmsi hey yuxuda görürdüm. Onun xəyalı gəlirdi mənim zehnimə. Çün mənim zehnimə gəlirdi, məlum olurdu o da mənə istəyir. Sağ olasın. خب سوال جواب olsa biz hazır eşidək.